Xoş gördük əziz dostlar, İctimai Televiziyanın efirində yenə də ortaq məxrəcdir. Sizin də bizim də istəklərimiz imkan verir ki, biz 2012-ci ildə də İctimai Televiziyada ortaq məxrəc axtarışını davam etdirək. Biz 2012-ci ildə 2012-ci ildən danışırıq. Bizə çox informasiyalar gəlir çatır, filmlərə baxırıq, kinolara baxırıq, müxtəlif verilişlərə baxırıq və əhaliyə belə bir informasiya ötürülür ki, 2012-ci ildə dünya dağılacaq. Bugün bizim müzakirəmizin əsas baş sualı budur ki, bu informasiyaların elmi və ya dini əsası varmı? Ümumiyyətlə, bu məlumatlar bəlkə hansısa filmlərə daha çox baxmaq üçündür və ya bəzən deyirlər ki, bir çox qüvvələrə sərf eləyir ki, insanları psixoloji gərginlik altında saxlasınlar. Ümumiyyətlə, bax, belə bir məsələyə, belə bir suala cavab axtarırıq ki, 2012-ci ildə dünyanın dağılacağı fikirlərinin əsası varmı və bizim suallarımıza mütəxəssislər cavab verəcəklər. Fazil müəllim, ilk olaraq sizdən soruşaq. Siz bu məsələyə necə münasibət bildirirsiniz və bu uydurmadırmı, yoxsa hansısa bir elmi və ya dini əsası var? Buyurun. Bu elə bir məsələdir ki, məhz bu məsələdə ortaq məxrəcə gəlməyimiz çox çətindir. Ona görə ki, burada fərqli baxışlardan məsələyə münasibət bildirilməlidir. Dini baxışlar var, elmi baxışlar var. Sırf sadə abivatel baxışı ilə də problemə yanaşmaq olar. Amma bir gerçək var ki, bu əsassız iddialar deyil. Əsassız ona görə deyil ki, nəzərdə tutulan əsas bunun mənbəyi olaraq Maya təqvimi əsasında 21 dekabr 2012-ci ildə dünyanın dağılması yox, burada da versiyalar parçalanır. Bir qism deyir ki, qlobal dağıntı baş verəcəkdir. Bir qism deyir ki, yeni bir təkamül prosesinə giriş baş verəcəkdir. Və bu təkamül prosesi nəticəsində dünyada harmoniya, düzənin dəyişməsi və proseslərin başqa bir məcrada, xüsusilə də əvvəlkilərdən fərqli olaraq bir efir enerji modelində dünyanın düzənlənməsi baş verəcək. Bu nədir? Məsələn, dünyanın yaradılışı haqqında fəlsəfədə... Yəni, maddi olaraq biz bunu gözümüzdən görəcəyik. Bəli, dünyanın yaradılışı haqqında fəlsəfədə deyək götürülür od, torpaq, hava, su... Bu götürülür və bu yeni mərhələ artıq bu Maya anlayışına görə efir mərhələsi olur. Daha qarışıq, yəni birində deyək ki, patriarxal, matriarxal bizdə ifadələr tez-tez işlənirdi. Qadın enerjisinin üstün olduğu dönəm, kişi enerjisinin, bu dəfə qadın və kişi qarışıq bir enerjinin önə çıxdığı və efir anlayışı da buradan yaranır. Bu məsələnin kökü biraz da qərbdə yaranan elmi araşdırmalardan irəli gəlir. Xüsusilə Michael Drosnin bir maraqlı bir əsəri var, bestselleri vardı, Bibliya kodu bestselleri. Onun əsasında göstərilirdi ki, əsaslandırırdı ki, Bibliyada da nəzərdə tutulub ki, 2012-ci ildə dünya dağılacaqdır. Və bunun əsaslandırmasını da İsrail alimləri, İsrail riyaziyyatçıları Bibliyada gizli mətnlərin oxunması ilə buna nail olduqlarını iddia edirlər. Təbii ki, bizdə Qurani Kərimdə də gizli mətnlər var, gizli hərflər onun mənasını anlaya bilmirlər. Əlif, mim, deyək, hərflərinin açılışıdır, başqa demək Quranda ilk gələn ayələrdə açılışların verilməsidir, bunu anlaya bilmirlər. Bizdə bunun tapıntısı yox. Amma Bibliyada bu metodu tətbiq elədilər. Xüsusilə Çex Ravvini göstərdi ki, demək, bütün Bibliya hərflərini heç bir işarə olmadan ard-arda düzlükdə 50 hərfdən sonra oxunan demək, birinci hərfdən Tora ifadəsi oxunur. Bunun əsasında riyaziyyatçılar Bibliyada demək, özlərinin gəldiyi nəticə budur ki, 66 əfsanəvi ravvinin həyatı, baxışları, doğulduğu yer, hətta bütün o detallara qədər onların gələcəklə bağlı görüşlərini onlar aşkarıya bildilər. Budur nəzəriyyənin əsası. Amma bu qiyamət günü mənasına gəlmir. Bizim anladığımız qiyamət gününə bu qiyamət əlaməti anlayışlarına daxil ola biləcək bir yanaşma ilə aydınlaşdırıla bilər. Nədən onu ciddi qəbul edirəm? Bu sayədə çox ciddi elmi araşdırmalar var. Və Maya təqvimində nəzərdə tutulan
yeni demək günəş dünyasına keçiddir. Bu 5-ci günəş dünyasına keçiddir. 26 min illik dövrüyə artıq qapanır və burada da əsas mahiyyət odur ki, həqiqətən ona doğru bir simptomlar var. Əsas mahiyyət odur ki, artıq demək günəş meridianı ilə qalaktikanın ekvadoru üst-üstə düşəcəkdir və toqquşacaqdır. Bu toqquşma nəticəsində yer necə günəş sisteminin içində olduğuna görə yerlə qalaktika eyni xətt üzrə olacaq və artıq o qara dəlik deyilən anlayışı insanlar yaxud da cəmiyyətlər görmə fürsəti əldə eləyəcəklər. Bu eyni xəttə düşməsi yeni bir evolyusiyanın başlanması deməkdir. Bunu da qlobal istiləşmə ilə bağlı başqa məsələlər, bu proseslər bunu göstərir. Amma İslamda bunun yanaşma biraz tamamilə bizim bu qərb alimlərinin yanaşmasından fərqlidir. Bunun gedişatda İslam nə deyir? Onu biz Fuad müəllimdən soruşaq. Buyurun, Fuad müəllim. Nə dərəcədə sizcə bu iddiaların əsası var və dinlə bir bağlılığı varmı bu iddiaların? Təbii, biz Quran baxımından, İslam baxımından əgər buna bir izah vermək istəsək, belə bir məntiq var ki, dünyanı yaradan, varlığı yaradan odur, Allahdır. Və onun sonluğunun elmi də onun yanındadır. Təbii. Amma bir çox reallıqlar var. Reallıqların biri, bir dənə bu sahədə məntiqi yanaşa Fazıl müəllim də bir çox tarixi və reallıqları qeyd elədi. Məsələn, biz düşünürük ki, bugün qərb alimlərinin əlində olan araşdırmalar Bibliyadan, Vangeliyadan, yəni İncildən və ya Toratdan olan araşdırmalar hansı Toratdan, hansı İncildən? Yəni o İncil ki, İsa'ya göndərilmiş, real o İncilin, yəni fakt olaraq həmin İncil ki, İsa'ya göndərilmiş, o yoxdur. Və o Torat ki, Musaya göndərmiş, o dönə-dönə dəyişilmiş. Yəni bunlar özlərinin tərtib elədiyi bugün İncillər və Toratlar ki var, onun əsasında nələrsə araşdırırlar, nələr sörgənirlər və bir məntiqdə mənim, yəni özümün qənaətim ki, Qərb həmişə düşünür ki, özünü İslamdan qabaq atsın. Yəni Qurandan da artıq biz bir çox şeylərə sahibik, amma çox təəssüflər ki, şükürlər olsun Allahın qüdrətinə, elə Quran məntiqi ən yüksək məntiqdir. Biz buna köklənirik ki, yəni dünyanın dağılmasını bu günləri kimsələr yəni öz elmi imkanlarla və özlərinin yəni hər hansı bir araşdırmalarla bu gün insan zəkasının məhsuludur bu qənaət. Yəni bu araşdırmalar və insan zəkası, insan elmi nə qədər hansı gücə və araşdırmaya sahib olsa, Allahdan qüdrətli bir məntiqə və yaxud imkana sahib ola bilməz. Dünyada çoxlu dəyişənlər baş verir. Təbii, yəni məsələn biz Quran dini məntiqlə, İslami məntiqlə buna yanaşanda dünyanın dağılması deyəndə hələ dünyanın dağılmasına qədər qiyamətin baş verməsi Quran məntiqidən gözlənilir. Və qiyamətə qədər hələ biz zuhur gözləyirik. Əqidəmizdə, yəni kökləndiyimiz əqidədə imamın zuhurun gözləyirik ki, bu zuhur nə formada baş verəcək və yəni insanların yaşadığı aləmdə nələr, nə formada dəyişəcək və bunlar mərhələ-mərhələ keçdikcə və sonra qiyamətin baş verməsi. Yəni və İslama görə, Qurana görə 2012-ci ildə dünyanın dağılma ehtimalı yoxdur. Belə xeyr, tam şəkildə, yəni İslam nöqteyi nəzərindən yönəlsinlər buna, bu məntiqə ki, mütləq dünyanın dağılması 2012-də baş verəcək, xəta eləmiş olarlar, səhv etmiş və böyük səhvdir bu İslam, yəni dinimiz baxımından. Və biz düşünürük ki, İslam amma qiyamətin əlamətlərinin dünyada olması artıq təsdiqlənmiş faktdır. Qiyamət əlamətləri müxtəlif formada görünür. Qiyamət əlaməti odur ki, dünyanın dağılmasına və məhv olunmasına yaxınlıq baş verir. Yəni təbii fəlakətlər müxtəlif formada çoxala bilər, baş verə bilər. Və yaxud məsələn uşaq ölümləri və yaxud qəfil ölümlərin çoxalması. Bir gün bir insanla rastlaşırsan, sabah görsən, o müəyyən formada heçdən məsələn onun ölümünü eşidirsən. Və yaxud ki, məsələn insanlar öz əlləri ilə, Quran məntiqlə belədir, elə elmi nailiyyətlərə sahib olanlar ki, onlar Allahın hədd və hududlarını keçmək istəyərlər. Bunlar aşılan zaman bunların da nəticəsində dünyanın dağılması baş verə bilər. Nə cür? Atmosferi zəhərli istədiyi formada, yerə müxtəlif nüfuzlar, elə bir kimyəvi silahlara
yəni öz ixtiralarına sahib ola bilərlər, onların partlamasından yeri oxundan belə çıxarda bilərlər. Yəni bu da dünyanın dağılmasına aparan bir yoldur ki, insan ağlı Qur'anla köklənməsə. Bu cür. Deməli, amma fikrinizi tamamlayın. İslam nöqteyi nəzəri ki, 2012-ci ildə dünya dekabr ayında dağılacaq, bu böyük bir xətadır. Yəni bunu kütləvi olaraq insanlara çatdırmaq, yəni bu cür əmniyyətlə o insanlar səhv edirlər və biz hətta burada bir incəliyi də önəmə çəkirik ki, bu gün insanlara bu formada söz deyilsə, çox insanlar psixoloji biz o məqamlara gələrik, din məsələsinə yenidən də təsirlərə düşəcəklər və bunlar da... Bizim studiyamızda həkim də var, danışacaq. Deməli, siz qiyamətin müəyyən əlamətlərinin olduğunu deyirsiniz. Fazil müəllim də bəzi mənbələrə əsasən bunun müəyyən mənada həqiqət olduğunu söylür ki, 2012-ci ildə doğrudan da bəzi mənbələrə görə dünyanın dağılma ehtimalları var. Sizin fərziyyələriniz nədir? Həcinin sözünün davamı olaraq onu demək istəyirəm ki, bu əlamətlər lap elə çoxdan var. Hələ xilafət dövründən o əlamətlər var ki, insanlar bəzi kişilər özlərini qadın kimi aparacaq. Bəzi qadınlar özlərini kişi kimi aparırlar. Hündür mərtəbəli binaların sonra meydana gəlməsindən bağlı, o da bir qiyamətin əlamətlərindəndir. Və qiyamətin əlamətləri çox-çoxdur və bunlar da zaman-zaman əlavə olunmaqla qiyamətin yaxınlaşmağına insanların belə rəyini çoxaldıb ki, doğrudan da qiyamət yaxınlaşır. Amma bunun nə vaxt olacağını Allah Teala'dan başqa heç kəs bilmir. Hamımız bilirik ki, Peyğəmbər hədisindən bizə məlumdur ki, Ramazan ayının bir cümə günündə olacaq. Hansı Ramazanda onu bilmirik. Və bilməyimiz də yaxşı ki, bilmirik. Çünki insanların əli işdən soyuyar, insanlar naümid olarlar dünyaya. Amma biz kifayət qədər informasiya alırıq və doğrudan da insanlar olduqca ciddi psixoloji təsirlər altında olurlar. Bəli, elədir. Sırf 2012 ilə bağlı. Xristiyan aləmində İsa'nın çarmıxa çəkilməsindən üzü bəri hər il dünyanın dağılması haqqında öncə görümlər deyirdilər. Hətta yadınızdasa 2011-ci ilin may ayında, sonra onu hesablayan keşiş dedi ki, yox, səhv hesablamışam, noyabr ayında dağılacaq. Şükür Allah ki, dağılmadı. 12-ci ildə də inşallah heç dağılmayacaq. Yəni, bunlar cəmiyyəti qorxu altında saxlamaq üçün hansı dairələrəsə lazım olan bir keyfiyyətdir ki, bunu da edirlər. Yəni, sizcə bunlar bir ideoloji məsələlərdir? Bəli, bunlar siyasi və ideoloji. Heç bir dini elmi əsası yoxdur? Heç bir nə elmi, nə dini əsası yoxdur. Maya təqvimi haqqında olan uydurmalar da təbii ki, bu qəbildən. Fazil müəllim, amma buna uydurma kimi yanaşmadıq. Ehtimalları var, təsdiqi yoxdur. Sözsüz ki, təsdiqi yoxdur, amma bu ehtimallar nə dərəcədə... Dini, məsələn, belə ehtimallar olub, hələ ki, indiyə kimi təsdiqi yoxdur. Buna qədər belə ehtimal verənlər olub. Maya sivilizasiyasının fərqi, əsas fərqi nədə özünü büruzə verir? Bu təkamül sivilizasiyası kimi götürülmür. Bu hansısa texnoməntiki sivilizasiyası kimi götürülür. Yəni, hansısa bir qalaktikadan, hansısa bir planetdən gəlmiş, təkamül olmayan, təqribən bir 500 il bizim İranın 400-cü ilindən 830-cu ilinə qədər davam edən bir sivilizasiya götürülür. Və bu təqvimdə nəzərdə tutulan o günəş sisteminin, xüsusilə də orada 260 gün nəzərdə tutulur. Uşağın doğum, 9 aylıq uşağın doğum sürəcinə uyğunlaşdırılmış bir təqvim prosesi nəzərdə tutulur. Və bunlarda əsas bir sıra onların demək təqvimdə nəzərdə tutulan proseslərin baş verdiyini əsaslandıraraq belə bir hadisənin baş verməsi qəbul olunur və bunu da demək xüsusilə də Bibliya mətnini araşdıran müəlliflər çoxsu təsdiqləyirlər. Yəni ona görə təkrar sizdən soruşdum ki, yəni siz buna ciddi mənbə kimi yanaşırsınız, Firud müəllim ciddi mənbə kimi yanaşmır. Maya sivilizasiyası bir faktdır və burada əslində bunun təbliğ olunması əslində onu təbliğ edən ölkələrin özlərinin marağına uyğun deyil. Çünki sivilizasiyanın elə bir mərhələsindədirlər, özlərini dünyanın super dövlətləri hesab eləyirlər və onların belə bir ümitsizliyə öz cəmiyyətlərini yönətməsinin heç bir məntiqə izahı yoxdur. Bu bir tartışmalardır, elmdə bir müzakirələr gedir. Çox sayda əsərlər bu istiqamətdə yazılır. Təkcə bu Amerikan alimlərinin deyək ki, düşüncəsində yer alan məsələlər deyil. Avropada çox sayda bununla bağlı əsərlər çıxır. İndi mən adları sadalayaraq vaxt aparmaq istəmirəm. Amma Quranla bağlı məsələyə gəldikdə isə, Quranda qiyamətlə bağlı demək, ayrıca bir surə var. Həmən surədə
demək, qiyamətin 3 əlaməti göstərilir. Bir, göz qamaşması, ikinci ay tutulması, üçüncü günəşlə ayın eyni məkanda, eyni üst-üstə düşməsi və indi ayrı-ayrı bir anlayışlar kimi qəbul olunsa da, amma bir məkanda olmasıdır. Yəni, əlamət olaraq biz açılışını verə bilmədiyimizə görə biz bunun dərin izahına enə bilmirik. Amma faktik olaraq indi burada sadalanan, deyək ki, kişilərin kişi ilə evlənməsi, tutaq ki, terrorizm, kimyəvi silahlar, bunlar əlamət kateqoriyasına daxil olmur qiyaməti. Qiyamətin əlamətinin dini izahında hədislərin böyük əksəriyyətində qəbul olunan, yəni versiyalarda üst-üstə düşən 5 məqam var. 5 məqam, biri demək, Dəccalın ortaya çıxışıdır. İkinci, demək, İsa'nın Dəccalı öldürməsi, demək, enərək, səmadan enərək Dəccalı öldürülməsidir. Üçüncü, Yəcuc-Məcuc səddinin deşilib, oradan axaraq dünyaya yayılmasıdır və dünyada qarışıqlığın yaranmasıdır. İndi bu dini terminlərlə mən deyirəm ki, yəni o daha uyğun olsun ki, bu məsələlər anlaşılsın. Və ən əsas bir, demək, anlayışların bir yer heyvanının çıxaraq insanların alnında, demək, müsəlman ya kafir olması haqqında, demək, işarəni qoymasıdır, bu ayırmaqdır və nəhayət günəşin batdığı yerdən çıxmasıdır. Yəni, dində olan versiya, daha çox bu versiya önə çəkilir. Bu əlamətlər, ən böyük əlamətləri kimi göstərilir. Ona görə də bizim qiyamətin əlaməti. Amma qiyamətin əlaməti dünyanın tam dağılması da deyil. Yox, məsələn onda deyil. Bizim, yəni, hətta 2012-ci il haqqında bu olmayacaq deməyimiz də yanlışdır dini nöqteyi nəzərdən. Çünki bunu bütün, demə, həm Quran-ı Kərimdə, həm də hədislərdə bu Allaha aid olan bir məsələ, bilgi kimi, Allaha məlum olan bir fenomen kimi qəbul olunur. Əhalini maraqlandıran odur ki, mütəxəssislərdən danışmıram. Əhalini maraqlandıran odur ki, niyə belə bir məlumatlar yayılır və niyə məhz 2012-ci il deyilir? Bax, yox, mən sizə söylədim axı. Burada deyilən fikirlər eynidir. Siz indi sualı qoyanda qoyursunuz dünyanın dağılması. Mən axı əvvəlcədən söylədim. Burada versiyalar, dünyanın dağılması getmir. Bir versiya var ki, dünya dağılacaq. Əgər İslam nöqteyi nəzərindən yanaşsa... Yox, İslam yox, elə qərb alimlərdir. Onlar deyirlər ki, qlobal dağıntı bir qisim deyir olacaqdır. Bu tartışma gedir. Bir qism deyir ki, yeni evolyusiya, yeni bir sistemə keçid, yeni bir harmoniyanın yaranması, düzən yaranması. Qlobal dağıntı nədir? Qlobal dağıntı dünyanın ümumiyyətlə məhv olmasıdır, yoxa çıxması. Amma bir də var ki, yeni bir sivilizasiya keçid, yeni bir... İkincisindən danışmırıq. Birincisi, dünyanın dağılması. Bunu o adla biraz biz izahını versək, biraz elə bir şey... Yox, Fazil müəllim, mənim dediyim, yəni o artıq yayılmış ifadədir ki, bütün məqalələrdə də istifadə olunur, filmlərdə də istifadə olunur və ona görə mən bu təkrar suallar verirəm ki, bizə qulaq asanları çaşdırmayaq. Siz buna ciddi bir iddia kimi baxırsınız, amma Firdi müəllim dedi ki, bunlar... Maya təqvimi ilə bağlı deyilən ki, bu ayrı sivilizasiyadan gəlib, ayrı planetdən ötürülən informasiyadır, nədir? Bunlar hamısı mübahisə yönlü məsələlərdir və heç birində ciddi elmi dəlil kimi qəbul eləmək olmaz. Məlumdur ki, Maya sivilizasiyası olub, onların çox gözəl, fərz eləyək ki, piramidaları qalıb, qəşəng qızıl əşyaları qalıb, arxeoloji qazıntılardan üzə çıxan çox belə asar ətiqəsi var. Amma məsələ onda deyil ki, onlar o dərəcədə ağıllıydılar ki, günəş sistemini belə gözəl bilirdilər və bizə o qədər gözəl informasiyalar veriblər ki, 12-ci ildə dünyanın dağılması haqqında güyamış, bunlar bizə o rəyləri hesablamalarından veriblər. Əslində elə şey yoxdur. Qətiyyən yoxdur. 6 dünyanın muzeyində həmin təqvim qorunub sağlanır. Fikus yarpaqlarına bükülmüş şəkildə belə açılan, Rus demişki, qarmoşka şəkilində açılan bir təqvimdir. Dairə şəklində çəkilir və dairədə də, dairə bilirsiniz ki, başlanğıc və son nöqtəsi yoxdur. Harada başlanırsa orada da qutarır. Bu cümlədən də əgər o hesablamalarla, o elmlə, o sivilizasiyanla məşğul olan, yalançı informasiya ötürən, hansı dairələrsə lazım olan, hansı tutalım ki, Avropa ölkələrini təsdiq edəcək və onlara tabi olan, o sistemə tabi olan siyasi qüvvələrin marağına cavab verirsə o ki, dünya dağılacaq, yalançı ideyadır və heç bir əsası yoxdur ki, qutaracaq. Dairə başlayırsa qutarır, eynidir və o deməkdir ki, təzədən başlaya bilər. Yəni bir şeyin sonu eyni zamanda dairədə əvvəli deməkdir. Bu mənada dünyanın axırı haqqında konkret olaraq Maya təqvimi heç nə demir.
Və onu təfsir eləyənlər, yozanların məqsədi odur ki, insanları qorxu altında saxlasınlar. Bu da məlumdur ki, qorxan insanı idarə eləmək asandır. İstənilən şəkildə onun ölkəsinə də hücum eləmək olar, istənilən şəkildə o adamı istənilən istiqamətə yönəltmək də olar və bu da Amerika başda olmaqla müəyyən dairələrə, NATO qüvvələrinə vacib lazımdır. Məsələn, Şərqdə görürsünüz ki, 2012-ci il filmini göstərməklə bütün dünyaya Şərqdən oyunlar çıxartdılar. Müsəlman ölkələrini nə günə qoydular. Yəni, qorxu hissi, xof hissi yaratmaqla insanları məhv eləmək üçün o bir plandır. Mən ona görə məsələyə başqa formada yanaşıram. Əslində, mən deyək ki, yanaşmam sırf biraz İslam prinsipləri üzərində yanaşmadır. Yəni, mən buna inanç nöqteyi nəzərindən baxmıram. Amma bir şeylə razı deyiləm ki, yəni Qərbin yaratdığı bu insanların maraqlarıdır, elmi axtarışlardır, fikir axtarışlarıdır, tarixə baxışdır. İnsan axı nəyinə lazım ki, bunu... Yəni, bunun siyasətlə bağlılığı yoxdur sizcə? Əlbəttə, siyasətlə kimsə istifadə edə bilər, amma böyük əksəriyyət alimlər, tanınmış alimlər, görkəmli alimlər bu istiqamətdə araşdırma aparırlarsa, onlar üçün bir maraq mənbəyidir bu. Və ikinci tərəfdən də bu, deyək ki, hər hansı bir sivilizasiya münasibətdə mütləq bir nəticə söyləmək çox çətindir. Yəni, biz özümüz də bunun cavabını tapmaqda çətinlik çəkirik. Həm də dünyanın dağılması haqqında fikirlər ən çox, ən mükəmməl forması İslamda nəzərdə. Amma qiyamətin əlamətləri ilə bağlı müxtəlif fikirlər var. Məsələn, deyək ki, İsraildə təpə var. İsrailin, demə, səhv eləmirəmsə, Armagedon təpəsi. Ora çoxlu müsəlmanlar da, xristiyanlar da, İudeylər də hamısı həmən 2012-ci ildə dünya xalqları arasında, yaşayan xalqlar arasında bir savaşın baş verəcəyi düşüncəsini ortaya qoyurlar. İslam qiyamətlə bunu çox vaxt eyniləşdirirlər. Yəni, bu qiyamət gününün başlanğıcı. Bu qiyamət deyil. Apokalipsis mənasına gəlmir bu. Ona görə gəlmir ki, bu apokalipsisdən öncəki, apokalipsis ondan sonraki mərhələdir. Yəni, qiyamət bəlli bir əlamətlər baş verəndən sonra mövcud ola biləcək bir, demək, haqq bir prosesdir. Dində qəbul olunan haqq bir prosesdir. Bunu xristiyan da qəbul edir, başqalar da başqa versiyalarla da olsa qəbul edir. Ona görə bizim tartışdığımız odur ki, yəni bu ehtimallar çox da siyasi ehtimal kimi götürülməməlidir. Yəni, biz də bu məsələdə hər halda bir düşüncə ortaya qoymaq, müəyyən məsələləri əsaslandırmaq, müəyyən məsələlərdə bu Misir piramidalarla bağlı yüzlərlə versiyalar çıxır. Həmən, demə, Maya sivilizasiyası ilə paralel şəkildə Misir, demək, sivilizasiyasının da göstərdiyi məsələlərdə yenə günəş, demək, sisteminə keçidlə bağlı versiyalar. Onlar qara günəş adlandırılır. Bir prosesin başlanğıcını, gələcəyini qəbul edirlər. Demək, burada biz elmi yanaşmaya biz müzakirə edirik. Amma bu elmi yanaşma hələ haqq yanaşma deyil, doğru yanaşma deyil ki. Amma bunu siyasiləşdirməyə mən tərəfdar deyiləm. Hər halda bunu, deyək ki, təbliğ eləmək Amerikanların özünün marağına uyğun deyil. Məsələn, Amerikanların niyə marağını? Öz toplumu üçün, ən azı siyasətçilər bunu düşünə bilərlər ki, biz şərq xalqlarını baskı altında saxlayaq. Təkcə şərq xalqını baskı altında saxlamır axı. İntihar eləyən Amerika vətəndaşı da olur. Eyni zamanda öz cəmiyyətinə də ciddi ziyan vurur. Öz cəmiyyətinə nədən belə qorxutsunlar? Yəni, biraz bunu, biz başdan buna siyasi bir çalar qoysaq, biz artıq bunun dərinə getməkdən imtina eləyəcəyik. Artıq deyəcəyik ki, bu küfürdür, yaxud da bu qeyri-ciddi bir hadisədir, biz bunu gedək. Ona görə mənim yanaşmam odur ki, biz təhlil eləyək, təqdim olunan bütün layihələri ona inanmadan belə, ona aldanmadan belə bunun təhlil eləməyin zərəri yoxdur. Sizin bəlkə yanaşmanızda başqa fərqlər var. Ümumiyyətlə, insanların çoxu bunu eyniləşdirirlər ki, doğrudan da 2012-ci il dünyanın dağılması həm də qiyamətin gəlməsi deməkdir. Buyurun. Mən Fazil müəllimdən razıyam bu məsələdə ki, məsələyə istənilən halda doğru, düzgün yanaşma ortaya qoyulmalıdır və məsələ təhlil olunmalıdır. Yəni, əvvəlcədən boş fikir deyib kənara atmaq olmaz belə məsələlər. Çünki cəmiyyətdə müəyyən təsirlər qoyur və insanlara bu və ya digər dərəcədə
dərəcədə təsir eləyir. Yəni burada qeyd olundu, qiyamət inancı bütün dinlərdə mövcud olan bir inancdır. Və qiyamət inancı əslində insanları daim qorxu altında saxlamaq üçün yox, əksinə insanlara mənəvi ruhi aramlıq bəxş edən bir inancdır. Yəni qiyamət inancı ədalət məhkəməsinin varlığına olan inamdır və bütün dinlərdə də dünyanın sonunda qiyamətin baş verəcəyi haqda ayələr var. Bütün dinlərdə, bütün peyğəmbərlər əslində inancın tərkib hissəsi qiyamətin varlığına inanmaqdır. Yəni qiyamət insanların ədalət məhkəməsi qarşısında dayanıb əməllərinin cavabını verməsi anlamındadır. Və bunun vaxtı barədə də burada deyildi, bir mənalı olaraq Quran-ı Kərimdə bildirilir ki, bu qiyamətin vaxtı barədə hətta peyğəmbər də bir söz deyə bilməz. Yəni peyğəmbərə də gizlidir. Bu elm yalnız Allahın yanındadır. Və qiyamət haqqında dəqiq vaxt demək ümumiyyətlə hədislərimizdə də qeyd olunur ki, kim bunun dəqiq vaxtını desə yalançı kimi qəbul edin. Yəni qiyamətin vaxtı barədə öncədən məlumat verilə bilməz. Amma ümumiyyətlə burada əlamətlərdən danışıldı. İslam dinində qiyamətdən öncə dünyada ədalətli düzənin bərqərar olunacağı haqda hədislər var. Yəni əslində dünya bugün təkamülə doğru hərəkətdədir. Yəni ictimai siyasi düzən dünyada dəyişməlidir və bu baxımdan da mən düşünürəm ki, bəlkə 2012-ci ildə dünyanın ümumiyyətlə siyasi düzənində ciddi dəyişikliklər baş verəcək. Və ümumiyyətlə təbiətdə müsbətə doğru, təbiətdə baş verən ümumiyyətlə hadisələrin ictimai proseslərə də təsiri var. Din bu təsiri inkar eləmir. Və yəni dünyada əslində bugün dağıdıcılıq təbliğ olunmamalıdır. Yəni insanlara mənfi ruhiyyə aşılanmamalıdır. Əksinə dinimiz dünyanın sonunda Quran-ı Kərimdə buyurur ki, dünya salih qullarımıza miras qalacaq. Yəni dünyada ədalətli düzən olacaq. Bu tək İslamın təqdim elədiyi bir məsələ deyil. Bütün dinlərdə mesiyanlıq var. Yəni dünyanın sonunda ədalətli bir düzənin bərqərar olunacağı haqda inanc var və bu düzənin əlamətlərini də artıq biz müşahidə edirik. Yəni dünyada bugün gedən proseslər artıq xəbər verir ki, dünya ədalətə doğru hərəkətdədir. Amma dünyanın sonu haqda, dünyanın dağılması haqda bir mənalı olaraq Quran buyurur ki, bu barədə səndən soruşarlar. Çünki Peyğəmbərimizdən də tez-tez soruşardılar ki, qiyamət nə zaman olacaq? Onlara bildir ki, bu barədə elm yalnız Allahın yanındadır və heç kəsə bu barədə bilgi verilməyib. Fəxriyə xanım, ümumiyyətlə sizə bu məsələdən narahat olub, psixoloji cəhətdən hansısa gərginlik keçirən insanlar müraciət eləyib 2012-ci il yaxınlaşdıqca? 50-yə qədər belə bir şayiə olub ki, dünya dağılacaq. Yəni bu anladığımız, tanıdığımız sivilizasiyadan 1013-cü ildən 2000-ci ilə qədər, 2011-ci ilə qədər, yadınızda varsa hətta 2011-ci ildə 11-i 2011-ci ildə dünyanın dağılacağı, keçən il 10-u 2010-cu ildə, 2000-ci ildə yadınızda varsa dünyanın dağılacağı, qiyamətin baş verəcəyi vaxtlar. Təbii ki, bundan bir çox insanlar təşvişə düşürlər, panikaya düşürlər. Hətta psixoz həddinə çatan insanlar var. Çünki bunlar həm bir tərəfdən filmlər tərəfindən göstərilir, bir tərəfdən məqalələr, qəzetlər, kütləvi informasiya vasitələri tərəfindən verilir. Bir tərəfdən də insanlar öz aralarında bunu danışırlar. Birinin dindən az xəbəri var, birinin elmdən az xəbəri var. Onlar söhbət eləyirlər, öz anladıqları kimi bir-birinə çatdırırlar. Və nəticədə informasiyanın azlığı o anlamayan insanları biraz da psixoza salır. Amma əslində bugün danışdığımız söhbət dünyanın sonu. Bilirsiniz necə? Sadəcə o vaxt deyil, ehtimallara görə bir Maya rahibi girib ehrama və bir yazı qoyub. Axab ayının 4-də, Konkin ayının 3-də 13-cü 400 illik başa çatacaq. Göydə işıq fırlanacaq, silahlanmış okte meydana çıxacaq. Bu cümlə yazılıb. Bu cümlənin izahı bugün o tarix gəlir çıxır 2012-ci ilin dekabrın 12-sinə və bugün o tarixi alimlər deyirlər ki, həmin vaxt Maya hökmdarı olan bir insanın, balam Axab deyilən bir hökmranın hökmranlığının sonunun çatmağı deməkdir və bəzi alimlər bunu dünyanın qutaracağı günü deyirlər. Amma bugün din xadimləri də, elm xadimləri də sübut eləyirlər ki, dünyanın bitəcəyi hansısa bir günü biz bilə bilmərik. Hətta bilsək belə deyə bilmərik, onu heç kəs deyə bilməz. Amma insanları bu cür, hətta bir dəfə bir 13 yaşında uşağı gətirmişdilər yanıma. Yadınızda varsa televiziyada belə bir kadr getmişdi. Şimal Buzlu Okeanın 10 il əvvəl şəkli və bugünkü şəkli. Buzlar nə qədər əriyib
və efir vasitəsilə dünyanın su basacağı haqqında belə bir söz getmişdi. Buna qulaq asan 13 yaşında qız psixoz həddinə düşmüşdü. Buna qulaq asan və psixoloji durumu yerində olmayan, qeyri-problemləri olan adamlar bugün informasiyadan aldığı hər hansı dünyanın dağılacağı, selin gələcəyi, zəlzələnin olacağı, yad planetlərin gəlməsi, meteor yağışı, bunların hər birində onların fərdi xüsusiyyətləri, fərdi problemlər partlayaraq orada üzə çıxır. Və bir qism adamlar sadəcə gününü yaşayır, işini görür, həyatını qurur, öz üstünə düşən missiyanı yerinə yetirir. Bir qism adam psixoloji zəif olan insanlar, nevroza meyilli insanlar, daha çox həssas insanlar, onlar dünyanın bitəcəyi günü gözləyirlər. Bilinməyən bir şeyi necə gözləmək olar? Və o bilinməyən bir, hər hansı, ümumiyyətlə psixologiyada belə bir şey var. O şey ki qeyri-müəyyəndir, o insanda qorxu yaradır. O şey ki aydındır, o insanı artıq qorxutmur. Sadəcə məsələn bilsən ki, sənin barmağın xəstədir, niyə xəstədir, onu çox həyəcan keçirdirsən. Amma həkim deyəndə ki, sənin barmağında xəstəlik var, o kəsiləcək, insan sakitləşir ki, elə mənim barmağım kəsiləcək. Amma qeyri-müəyyən şəkildə həkim deyəndə ki, bilmirəm nədir, heç bilmirəm nə olacaq. İnsan nə baş verəcəyini bilmir. Eləcə də bugünkü gündə insan daha dəhşətli psixoloji travma olur. İnsan biləndə ki, bu olacaq, ona hazır olur. Amma insan biləndə ki, nə olacaq bilmədiyi halda insan onda psixoz həddinə düşür və kütləvi psixozu, kütləvi isteriyanı yaradan şayələr, sözlər, hadisələr bəzən kütləni idarə eləməyə mane olur. Amma mən bugün Firidun müəllimin bir sözü ilə razıyam ki, elm sübut eləyir ki, dünyada 100% əhali var. Onu idarə edir 5%. Baş, beyin, sinir sistemi. Yəni dünyada 95% insanı idarə edən onun cəmi 5%-idir. O 5%-i dünyanı hara yönəltsə, ora yönəldə bilir. Amma mən şəxsən mənim özümdən də soruşurlar ki, sən dünyanın dağılacağına inanırsan və qorxu keçirdirsən, mən belə bir söz deyirəm ki, dağılanda dağılacaq, daha vaxt dağılacaq bizdən soruşmayacaqlar və mənim üçün əsas odur ki, dünya dağılarsa əgər, hamımız öləcəyik və sağ qalmayacaq ki, ölənlərimizin dərdini çəkək və yaxud da heyfsilənək. Hər kəs özünə bir cürə təskinlik verir. Sadəcə mən bu fikri bir dəfəlik beynimə yazıb, dünyanın dağılacağı fikrinin dərdini ürəyimdən çıxartmışam. Sizi eşitməyə hazırıq. Buyurun. Bəlkə kiminsə sualı var, münasibəti var. Buyurun. Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü psixoloq Şahin Qədirli. Mən bir psixoloq kimi tövsiyə eləyərdim ki, məsələn, İnsan bəzən qorxduğu nədənsə zərbə almır, gözlənilmədən hardansa bir zərbə ala bilər. Məsələn, çox fikirli bir adam bunu fikir eləyə-eləyə sükan arxasına gedərkən hansısa bir qəzadan dünyasını dəyişə bilər, nəinki 2012-ci ildəki olacaq o dünyanın dağılmasından. Yəni, ehtimal olunan. Bəli. Mən hesab edirəm ki, 2012-ci il bizim Azərbaycan xalqımız üçün çox uğurlu bir il olacaq. 2012-ci ildə bizim ölkəmizdə Eurovision müsabiqəsi olacaq və müsbət notlarla davam elətdirəcəyik. Bir daha da onu əlavə edeyim ki, ola bilər ki, təbii fəlakətlər olsun. Çünki ola bilər ki, hansısa bir dövlətdə atomla istifadə edə bilərlər. Məsələn, dünyada qarşı durmalar çoxalıb. Başqa kiminsə bəlkə sualı var, buyurun. Əsgərzadə Kəmal, Bakı İslam Universitetinin 4-cü kurs tələbəsi. Fazil Qəzənfəroğluya və Hacı Şahinə ayrı-ayrı suallarım var. Demək, Hollywood filmlərində, yəqin ki, özünüz də baxmısınız, görmüsünüz, viruslar haqqında bir çox filmlər çəkilib. Və həmin viruslar müəyyən vaxt keçdikcə, həmin viruslar yayılmağa başladı və H5N1 və başqa viruslar kimi meydana çıxdı. İkincisi, Amerika Birləşmiş Ştatlarında binanın dağılması ilə bağlı film çəkildi və bina dağıldı müəyyən müddətdən sonra. İndi bu filmin çəkilməsində, 2012 filminin çəkilməsində 3-cü Dünya müharibəsinin başlanması ilə bağlı bir əlamət görmürsünüzmü? Buyurun Fazil müəllim. Sonra Şahin müəllimə sualınızı verər. Ümumiyyətlə, 3-cü Dünya müharibəsi haqqında versiyalar çox səslənir və son vaxtlar bu yaxın şərqdə baş verən proseslərdə də bunun başlaması ehtimalı barədə söhbətlər gedir. Məncə biz bu mövzulara çox girməyimiz doğru deyil. Amerikada təbii ki, bəlli beyin mərkəzləri
müxtəlif vasitələrlə sənətin, kinonun, mədəniyyətin, başqa bir sferalarından istifadə edərək özlərinin proqramlı görüşlərini dünyaya yaymağa, təbliğ eləməyə çalışırlar. Bunun əks effekti də olur. Bunun bir qismi də Amerikanın öz başında çatdır, ya Avropanın öz başında çatdır. Ona görə də bu məsələlərdə hansı məqsəd güdüldüyü, bunun nə dərəcə təsir etdiyindən danışmaqdan daha çox o qiyamətlə bağlı, ümumiyyətlə dünyanın dağılması ilə bağlı prosesə mən xırda bir açıqlama vermək istəyirəm. Faktiki İslam məntiqi dünyanın dağılmasını iddia eləyirmi? Qiyamət gününün baş verməsi və bu yer sivilizasiyasının ortadan qalxmasını, hamının hesab verəcəyi günün müəyyən olunmasını qeyd eləyirmi? Eləyir. Amma orada insanların rahatlıq tapacağı bir məqam da var ki, o zamanın Allah bilir. Bilirsiniz, insan biraz bir çox rahatlıq tələb eləyir. Bəlkə elə insana bu xeyirdir. Bəlkə Azərbaycanda elə bunun biraz bir ildən sonra belə bir şeyin baş verməsi, hamının yaxşılığa artıq meyl eləməsi, hamının yetimin malını yeməməsi, hamının artıq hesab verəcəyi günün yaxınlaşması barədə müsbət bir şey verir. Yəni, bəzən bəzi şeyləri biraz biz çox mənfiyə yönəldirik, daha faciəli göstərir. Onsuz da bu gün 2012 olmasın, bu nə zamansa baş verəcək, Allahın bildiyi bir zamanda baş verəcək. Mən Azərbaycan toplumunda biraz həmişə o düşüncədəyim ki, axirət duyğusu çox zəifdir. Məsələn, ərəb toplumu ilə, Türkiyədəki cəmiyyətlə müqayisədə İslamı yaxşı bilməkdən əlavə biz deyək ki, İslama o qədər əlavələri qatmışıq ki, onun içindən adətlər İslamın üzərinə çıxdığına görə biz hələ nəyin harda olduğunu tam özümüz üçün müəyyənləşdirə bilməmişik. Və siz istənilən Azərbaycanda deyək ki, dindar olmayan insandan soruşun ki, sənin dinə münasibətin nədir? O dərhal başlayacaq ki, mollalar görmürsünüz, mollalar belədir də. Ona görə də mən biraz münasibətim mənfi. Amma deyirsən ki, ya mollanın qoy o tərəfi, onun öz günahı, öz savabı. Kitab tərcümə olunub, Quran tərcümə olunub, kitablar tərcümə, özünü oxu, özünü təkmilləşdir də. Demək, hamı yayınmaq üçün bir bəhanə axtarır. Amma Avropada, Amerikada vicdanlı kifayət qədər alimlər var ki, bunlar bunu tədqiq eləyirlər. Məsələn, Leşin araşdırmaları var, Laslonun araşdırmaları var, Rasselin araşdırmaları var. Nəhəng araşdırmalardır. Bunlar elə-belə sıradan adamlar deyirlər. Bunlar bir qismi riyaziyyatçıdır. Bir qismi sakral həndəsə deyirlər. O sahədə hansısa bir prosesin baş verdiyini götürürlər. Ona görə də mən sizin sualınıza cavab üçün biraz bəlkə yayındım. Onu demək istəyirəm, yəni ki, bu kimi məsələlərdə biraz çox konkretləşdirməyək, siyasiləşdirməyək. Siyasətə bağlayıb o filmləri. Yox, siyasətə bağlaya bilərik. Hollywoodda hər bir mədəniyyət həm də bir siyasətin təbliğidir. Rambo deyirlər Amerikada siyasətin təbliğidir. Amerika gücünü göstərən bir deyək ki, cəhətdir. Amma sən Rambo'dan Amerika siyasi gücünün təbliği kimi götürmürsən ki, bir çox adamlar Rambo'dan bir kişilik dərsi götürürlər ki, mən bataqlıqda tək qalsam, bu deyək ki, hansısa bir meşəlikdə tək qalsam, cəngəllikdə tək qalsam, mən insan olaraq özümü necə buradan xilas eləyə bilərəm, necə düşməni məhv eləyə bilərəm. Mikrofonu yaxın. Axı onlar o filmi mənə göstərəndə məndə birinci maraq oyadırlar. Sonra istədikləri fikirləri başqa filmlərdə mənə yeridə bilirlər. İndi siz ona gəldiniz. Televiziyada nə qədər proqramlar var? Bu proqramların hamısı mükəmməldir əxlaqi tərəfdən? Yox. Pult sənin əlindədir. Sən pultu özün müəyyən edirsən ki, sən hansı öz imanıva, öz anlayışıva görə hansı əxlaqını seçirsən, hansı qeyri-əxlaqını seçmirsən. Ona qalsa biz qapalı dünyada yaşamırıq ki, seçim sənin artıq özünün kamilliyinə dayanır, seçim sənin özünün hazırlığına dayanır. Hazırlığa, maariflənməyə. Tamamilə doğru. Ona dayanır. Ona görə çaşmaya seçim tək məndən getmir ki, seçim ümumiyyətlə bütöv dünyadakı yaşayan insanlardan gedir. Tək mən bunu seçməsəm, bu mənim özümə aiddir. Bir başqası başqa cür düşünür. Hamının seçmə imkanı yoxdur. Yunus İmrənin bir gözəl sözü var. Deyir, çox gözəl bir sözdür. O əslində sizin suala cavabdır. Deyir, bilməyən nə bilsin bizi, bilənlərə salam olsun. Yəni söhbət insan bilmə, ağıl veribsə Allah Taala bilmə haqqına sahibdir. Bilmə haqqından sən istifadə eləmirsənsə, səni hansısa bir film çaşdıracaqsa, səni hansısa bir film yolunu dəyişəcəksə, çaşdırdığı kütlə daha çoxdur, Fazil müəllim. Kütlə çoxdur, kütlə demək o çaşdırdığı daha çoxdur. Çünki bizim kütlə arasında tək bizdə yox, bütün dünyada
kütlə arasında psixoloji durumu zəif olan, qeyri-problemlərdən, sosial, əxlaqi, mənəvi problemlərdən psixoloji durumu zəif olan bir insanlar var ki, onlar o filmə baxanda, qoşa binanın partlamasını görəndə, onun fikrində tutduğu plan başqa binanın partlamağına yox, ona gedir. Düşünürük ki, filmdə verdilər, həyata keçdi. Əslində, bugün psixoloji durumu zəif olan insanlar zorakılıq filmlərinə, o cür terroristi göstərən və yaxud da ümumiyyətlə zoraki filmlərə baxanda sanki öz daxilinin, içinin inikasını görür. Özünü görür orada. O zorakılıqdan zövq alır. Özünün nə istədiyini anlayır. Bugün niyə psixopatlar çoxdur? Bugün niyə bayaq dediyimiz kimi kişi kimi qadınlar, qadın kimi kişilər çoxdur? Onlar əvvəl nəsə düşünürdülər, amma özlərini tapa bilmirdilər. Bugün kütləvi informasiya vasitələri geniş dünyada o qədər hər şeyi açıq qoyub ki, ən xırda problem olan insan da özünü tapır. Və bu günləri biz heç deyə bilmərik ki, onlar filmi çəkirlər, sonra hadisə baş verir. Xeyr, orada o qədər gözəl filmlər var ki, psixologiyasına çox təsir edir. Təsir edir, amma o qədər gözəl filmlər var. Onlar niyə həyata keçmir? O qədər faciəli filmlər var. Onlar niyə həyata keçmir? 3-4 epizodun, 3-4 filmin bugün təsdiqini tapması və yaxud da həyata keçməsi Amerikanın gələcəyə proqramlaşdırması demək deyil. Sadəcə zəif insanlar o cür güclü, mükəmməl, hər tərəfli çəkilmiş filmlərdən, ümumiyyətlə deyirəm, mükəmməl çəkilmiş filmlərdən öz fikirlərinin, öz əqlinin, öz mənəviyyatının təsdiqini tapırlar və bir qism insanlar, bəlkə də o binanı o filmdən sonra minlərlə adam partlatmaq istəyib. Məqsəd yönlü bəzi insanlar onun dalınca getdilər. Söhbət bundan gedir. Onlar təbii ki, bizə təbliğatdır. Kim ki, mariflənməz cəhətdən aşağıdır. Kim ki, kifayət qədər kamil deyil. O da eyni şey deyir ki... Yəni, onu deyirəm, amma eyni zamanda gəlin belə qəbul eləməyək ki, Amerika özünü təbliğ edir və yaxud da qəbul eləməyək ki, bütün pis şeylər, Amerikanın çəkdiyi bütün zorakılıqlar həyata keçəcək. Onda belə düşünək də, niyə bütün yaxşı şeylər həyata keçmir? Tək Amerika deyir ki, qardaş Türkiyədə Kurtlar Vadisi serialı çəkilir. Hər halda birinci Azərbaycanda yayımlandığı gündən Azərbaycanda bu Kurtlar Vadisi adlı serialın personajların, yəni rollarında oynayan insanların adı ilə cinayət törədən insanlar olub. Həddindən artıq çox olub. Dünyada belədir. Mükəmməl çəkilmiş, gözəl çəkilmiş filmlər, kitablar, həmişə özlərinin, onlar həmişə özlərinin, necə deyim, necə deyirlər, onları sitayiş eləyən, onları özünə kumir tutan, onları özünə ideal tutan adamlar qədimdən olub, indi də var. Ona görə də bunların hamısını sırf təbliğat kimi başa düşmək lazım deyil. İkinci sualın versin. İkinci sualım Hacı Şahinədir. Demək, Maya təqviminə inanan insanlar çoxdur. Özünüz qeyd elədiniz ki, yəni Allahın özü bilir ki, qiyamət günü nə vaxt olacaq. Maya təqvimi isə deyir ki, 2012-də olacaq. Bu, özünü Allaha bərabər tutmaqdır ya deyil? Demir. Yəni, ümumiyyətlə, burada... Siz münasibətiniz olanda biraz sündürdən deyin. Mikrofonlar açıqdır, yəni fikriniz qalmasın. Sual ünvanlanıb, ancaq yəni deyirəm ki... O deyir ki, Maya təqvimində bu cür deyilir, siz deyirsiniz demir. Demir. Yəni, burada konkret dünyanın sonundan söhbət getmir və bayaq da qeyd olundu ki, dünyanın sonu barədə konkret vaxt söyləməyi dinimiz qəbul eləmir və burada mən bir məqama toxunmaq istəyirəm, yenə də Fazil müəllimin dediyi bir çox dəyərli bir fikri inkişaf elətdirmək istəyirəm. Ümumiyyətlə, ölümə münasibətimiz düzəlməlidir, axirətə münasibətimiz düzəlməlidir. Yəni, ölümə pozitiv yöndən yanaşmalıyıq. Ölüm haqqında dinimizdə kifayət qədər insanlara müsbət ölümü təqdim edən hədislər var ki, insanlar dünyadan köçməsi bir gülü qoxlaması kimi, bir gülü iyləməsi kimidir. Əslində, insanların ölümdən qorxması özünün öz əməlindən qorxmasıdır. Hər hansı bir cəmiyyətdə axirət inancı olarsa, cəmiyyətin ölümə münasibəti doğru, düzgün olarsa, o cəmiyyət doğru yaşayar, düzgün yaşayar, dürüst yaşayar. Yəni, cəmiyyətin dünya həyatına, niyə görə dinimiz axirət həyatı haqqında çox danışır, axirət həyatına insanların diqqətini yönəldir? Bu məqsəd üçün deyil ki, insanlar tərk-i dünya olsunlar, dünya həyatını tərk eləsinlər. Əksinə, axirət inancı bizim dünya həyatımızı, insanlarla münasibətimizi tənzimləyir, bizi müsbətə istiqamətləndirir. Ona görə də tutaq ki, qiyamət baş verəcəksə də,
ümumiyyətlə kim zəmanət verə bilər ki, ölüm ana nə zamandır? Allah ölüm anını gizlətməklə hər bir insandan əslində istəyir ki, hər bir insan hər an ölümə hazır olsun. Yəni ölümə hazır olmaq dünyadan imtina eləmək demək deyil, dünyada doğru düzgün yaşamaq. 2012 deməklə ölümü biz gizlətmirik. Yəni biz onu demək istəyirik ki, yəni bizim üçün fərqi yoxdur. Bu gündə dünya dağılmalıdır. Yəni dinimiz fərziyyə də olsa, amma cəmiyyət bunu fərziyyə qəbul edir. Şəxsən gənclər bunun çox hissəsi bunu qəbul eləmirsin dediyiniz kimi. Qurani Kərim qəbul eləmir. Xeyr, həqiqət kimi qəbul edir. Cəmiyyətin bir çox hissəsi bəli. Və ona necə hazırlaşır? Məsələ bundadır. Gəl qəbul eləyək ki, 2012-ci ilin 21 dekabrıdır. Dünya dağılacaq. Ona inanan gənclərin, məsələn, biri də sən, necə hazırlaşırsan ona? Mən ona inanmıram şəxsən. Onlar, nə deyim, eləsi var küskündür həyatdan. Nəyə görə küskündür? Çünki o filmə baxıb deyir ki, bu vaxtda dünya dağılacaq, mən neyiniyim buna qədər? Mən dediyim kimi, psixoloji durumu düzgün olmayan insanlardır. Quran-ı Kərimdə bir ayə var, mən istəyirəm, qəlblər Allahı yad etməklə aram olar, qəlblər Allahı yad etməklə sakit olar, mənəvi hüzura qovuşar. Yəni, insan Allahı tanıyarsa, insan əməli salih olarsa, o zaman qiyamətin baş verməsi də insanda qorxu yaratmaz, insan bundan ciddi bir narahatçılıq keçirməz. Sizin münasibətiniz nədir? Qəhrəmanlığı təbliğ edən filmlərə baxmalıyıq. Oradan biz yaxşılarını götürməliyik. Çünki bizim torpaqlarımız işğal altındadır. Rembo öz xalqı üçün mübarizə aparır. Polad Ələmdar tutaq ki, dövlətə xəyanət edənə qarşı mübarizə aparır. Mən çox arzu edərdim ki, gənclərimiz bu istiqamətə götürsünlər. Bir də Hollywood filmlərə Sizin arzularınızla deyil, gənclər o filmlərə də baxacaqlar. Tövsiyə eləyərdik. Tövsiyə eləyirsiniz, bir başqaları da tövsiyə eləyir. Bir başqa məsələni də deyim. Amma ki, o filmlər elə səviyyədə çəkilib ki, faktlar elə təqdim olunur ki, çox yüksək səviyyədə və istər-istəməz hamımız baxmışıq ona. Yəni, tövsiyə eləyə bilərsiniz ki, baxın, o başqa məsələdir. Vətənpərvərlik mövzusunda təbliğatlarımız, verilişlərimiz çoxalmalıdır. Televiziya bir deyil, internetdə milyonlarca imkan var. 300-500 kanala baxırıq. Hansı maraqlıdır, insanları cəlb eləyir ona bax. Təkcə oturub vətənpərvərlik verilişinə baxmaqla vətənpərvər olmaq olmur axı. Mən elə bilirəm ki, biz daha da çox gücümüzü artırmalıyıq ki, onun qarşısını ala bilək, o axının qarşısını ala bilək. Bir gün yaranış varsa, məntiqlə bir gün məhv olma da var. Bu məntiq düzdür. Amma məhv olma olanda bu Allahın əmridir. Mən Allaha inanıramsa və qəlbim ondan birdirsə, deməli Allahın iznini qəbul edirəm. Deyir, bəla ellə gələndə bu toy bayramdır. Belə bir atalar məsələ var bizdə. Hamı üçün gələndə təbii ki, necə doktorun dediyi kimi, bu toy bayramdır. Mən daha ona əlimi, necə deyir, atım aşağı, bütün imkanlarımdan təcrid olun, bütün işimdən, peşəmdən yox. Mən pis əməllərimdən, necə deyərlər, tövbə edirəm, istiğfar edirəm, yaxşılığa doğru meyl və İslamda qiyamətə hazır olmağın, yəni, məntiqi budur, dəyəri budur. Yəni biz dünyanın dağılmasını, bəli, dünya bir gün Allahın əmri ilə nələrsə dəyişiləcək və yaxud kimlərsə məhv olunacaq və yaxud, bax, hətta qiyamətin nişanələrinin biri odur ki, məsələn, sənin və mənim əlimə qılıncı verərlər, belə bir məntiq də var. Ya deyərlər ki, bu qardaşım belə, bu atam belə, bu ən yaxınım belə, haqsızdır, günahkardır və bunun edamı sənə əmr olunur. Sən ona gedərsənmi? Bu sual da qoyulur. Bəli, haqsızdırsa, deməli, sən haqq üçün hər şey hazır olmalısan. Gör səni hansı təfəkkürünə, hansı düşüncənə. Demir, qan tök. Demir, müharibə elə. Yəni, deyir ki, ədalətə doğru meyillən, saflığa doğru, paşlığa doğru. Yəni, biz bəli, məsələn, mən burada bir incə bir məntiqi nə dərəcədə dünyanın dağılmasını mən hər gün gərək qəbul edəm. Hər gün başa düşəm, dünya bir gün də dağıla bilər, sabah da dağıla bilər və mən nə eləmişəm, nəyə hazıram, hansı günahlarımdan tövbə istiğfar elədim. Mən İslami məntiqi bunu da görürəm. Bəli, buyurun Firudin müəllim. Əlavə eləmək istəyirəm ki, Quran-ı Kərimin Bəqərə surəsində Allah Teala buyurur ki, ey cihad eləməkdən qorxanlar, bəs sizə elə gəlmir ki, siz yataqda da, rahat şəkildə də ölə bilərsiniz. Yəni, ölümdən qorxmağa dəyməz. Amma mənə bir dəhşətli şəkildə belə tükürpədici təsir eləyən olmuşdu ki, bu yaxınlarda televiziya ekranlarının birində belə bir hadisəni göstərirdilər, baş verən qəzalarla bağlı. Bir uşaq, hardasa olardı bir 10-12 yaşında bir uşaq, məhəccərdən yanıb çox maraqla da baxır, axşam vaxtıdır, qaranlıqdır. İki maşın toqquşub və insanlar tikə-tikə olublar. Jurnalist gəldi bunu çəkdi, yol
xidmətçisi məlumat verdi, həkim götürdü bu cəsədləri apardı. Uşaqlar yəni maraqla baxırlar. Jurnalist döndü uşaqlara, uşaqlar da gülümsəyirdilər belə sakitcə. Və siz qorxmursunuz? Uşaqdan soruşur. Uşaq nədən qorxacaq? Adam da maşında qəza elədi, öldülər də. Yəni belə elə sakit şəkildə deyirlər bunu ki, mən bundan çox rəncidə oldum. Çox belə dəhşətə gəldim ki, görün biz hansı nəsili yetişdiririk və buna günahkar kimdir? Bayaq balamızın dediyi o Hollywood filmlərindəki o amansızlıqlar, mən demirəm ki, onlar ucdan tutmaq pisdir. Amma əgər belə bir kateqoriyalı nəsil yetişdirirsə, cavanları yetişdirirsə, doğrudan da biz göstərdiyimiz filmlərə bir senzor olmalıyıq. Bilməliyik ki, biz nəyi göstəririk və bu göstərdiyimizdə... Son qabağını ala bilməli Firidun müəllim, biz qadağan eləyəcəyik. Yox, hamısı buna baxmalıdır. Yəni bir fərd olaraq, bir insan olaraq biz başa düşməliyik ki... Firidun müəllim, dünyadan necə təcrid olunaq ki? Söhbət Azərbaycan televiziya kanallarından getmir. Heç olmasa Azərbaycan Əslində cəmiyyətə yaxşı təhsil vermək lazımdır ki, insanların seçim imkanları artsın. Azərbaycan auditoriyası heç Hollivooda çox baxmır. Məsələn, mən bilirəm ki, qadınlarımızın böyük çoxluğu Hind filmlərinə baxır, o dizilərinə, Türkiyə dizilərinə. Zorakılıq yoxdur. Zorakılıq təbliğ olunursa, Azərbaycanda... Gənclərdən danışır. Mən gənclərdən. Azərbaycanda zorakılığın təbliği əgər olunursa, Mübariz İbrahimov bir dənə o Azərbaycanda son 20 ildə silahını götürdü, getdi, bir aksiya həyata keçirdi və sonda da yazısında yazdı ki, mən Allah yolunda bu işi gördüm. Yəni Hollywood yolunda görmədim. Hollywooddan qaynaqlanan məsələ deyil. Qalan bu zorakılıq təbliğ olunursa, niyə Azərbaycan cəmiyyətində böyük əksəriyyət əsas düşmənə qarşı bunu tətbiq eləmədi? Qəhrəmanlıq kimi. Demək, bu məsələ deyil. Azərbaycanda Hollywood filminə baxışda, Türk serialına da, Hind serialına baxışda vaxtı öldürmək üçündür. Ona görə də bu cəmiyyətin, təkcə Azərbaycan cəmiyyətinə aid deyil, bütün cəmiyyətlərdə bu mövcuddur. Biz sadəcə problemləri çox olan cəmiyyət olduğumuza görə, torpaq işğalı olub, qaçqını, sosial problemlər çox olduğuna görə, bir də biraz da dünyada ədalətsizliklə tez-tez qarşılaşdığımıza görə, yəni haqlı problemlərimizi həll etmək gücünə sahib olmadığımıza görə biz bəlli bir toplum olaraq bir stres yaşayırıq. Yəhudidən, demək, 45-ci ildən əvvəlki yəhudilərdən çoxmu pis vəziyyətdəyik biz? Bütün qırılıb, sobalara atılıb, yandırılıb və birdən-bir oturub toparlanırlar ki, biz dövlət qurmalıyıq. 120-30 müsəlman dövlətin içində demək, inkişaf cəhətdən, texnoloji inkişaf cəhətdən irəli keçir. Bax, nümunə götür. Sən ondan önə keç. Yaxud Yaponlardan fəlakətli vəziyyətdə deyil ki, bunun son nümunəni biz gördük də. Yapon zəlzələsindən görürük. Qoca Yapon qadınının üzündə siz o şivəni gördünüzmü? Qətiyyən. Siz bir oğlu ölən, bir deyək ki, yaxını rəhmətə gedən bir Azərbaycan qadının şivənindən, ya qadınların özlərinin üzünü cırmasından, özlərinə əzab verməsindən demək, yüzlərlə nümunə var. Demək, bu təkcə deyək ki, o filmlərin, başqa məsələlərin təsiri deyil. Bu toplumların cəmiyyətdən hazırlıq səviyyəsi ilə, iman anlayışı ilə bağlıdır. Dediyim kimi, axirət duyğusu ilə bağlıdır. Yəni, buna hesab verəcəyi gün haqqında düşünməsi ilə bağlıdır. Bunlar olmayanda, yəni ki, Yəhudi cəmiyyəti həm də dindar cəmiyyətdir. Nə qədər müasir olsun, dindar cəmiyyətdir. Bilir ki, məsələn, hər bir şeyin həm də başqa mənəvi, ruhani tərəfi var. Türkiyə cəmiyyətində də belədir. Bir Van zəlzələsində Türkiyə cəmiyyətinin davranışını gördünüz. Yəni, bütün cəmiyyətin, hətta sənin xoşlamadığın artist, müğənni, tutaq ki, yarıçılpaq vəziyyətdə televiziya çıxan, bəlkə dindar heç onu baxanda üzünü çevirir. Amma o da çıxdı, pulunu qoydu ki... Amma o cəmiyyət İslamı kifayət qədər mənimsəmişdir. Tamamilə doğru. Demək, orada tolerantlıq özünü göstərdi ki, yəni ki, sənin həyat tərzinin mənə dəxli yoxdur, mənim həyat tərzimin sənə. Sən öz hesabını verəsən, mən öz hesabıma. Buna görə biz bu dünyada bu hesab savaşına çıxmamalıyıq. Və ona görə də biz daha çox gələcəyə baxmalıyıq və sizin də o yanaşmada mən nəyə gətirirəm? Hollywood Ömər Muxtarı da çəkdi də. Ömər Muxtarı götür də. Yaxşı bir söz var. Deyir, alim olmaq üçün nə etmək lazım? Deyir, lazım olmayanı oxumamaq.
Yəni lazım olmayanı oxumamaq yetənəyi, imkanı sənin əlindədir. Bir də fərdi nümunələr lazımdır. Şəxsi nümunələr lazımdır. Cəmiyyətin sayılıb seçilən insanlar arasında dinə qarşı, tolerantlığa qarşı, dünyanın bu zorakılığına qarşı, ədalətsizliyə qarşı fərdi nümunələr olmalıdır ki, insanlar, gənclər o nümunələrə daha çox arxalanırlar, nəinki bugün kitab oxuyurlar. Bugün doğrudan da məsələn insanın xoşbəxtliyidir ki, qiyamətin gününü bilmir, qeyblə bağlı məlumatı azdır. Çünki bir anlığa təsəvvür eləyək ki, biz özümüzün və yaxud da övladlarımızın, valideynlərimizin, yaxınlarımızın vəfat edəcəyi günü bilirik. Və yaxud da təsəvvür eləyin ki, məsələn, insan bilir ki, məsələn, Əzrail əleyhissalam insanın canını necə alır. Yəni bu şeyləri insan əgər dərk eləsə, başa düşsə, yəni yəqin ki, o insanın o kiçik ürəyi bir anda partlayar. Yəni dolayısıyla sözümü ona gətirirəm ki, bizim bəlkə də xoşbəxtliyimizdir ki, bugün biz o qiyamətin qopacağı günü bilmirik, qeybi bilmirik. Yəni və Allah Taala insanı sevərək bu elmlərdən çox az bir belə deyək, elm verir. Qiyamət gününə inam da sonda bir cümləni demək istəyirəm ki, qiyamət gününə inam özü insanlara nikbinliyi aşılır. Siz düşünmüsünüz, niyə qiyamətə gün deyilir, gecə deyilmir? Niyə qiyamət günü deyilir? Halbuki buyurulur ki, gün o zaman olmayacaq. Gün özü aydınlıq deməkdir, işıq deməkdir. Yəni gün zülmətdən sonra gəlir. Gün orada işlənməsi həm də insanların qiyamətlə bağlı baxışlarında nikbinliyi aşılamaq üçündür. Yəni qiyamət qorxulu bir şey yox, insanın əməlinin qarşılığını görəcəyi gündür. Əgər icazə versəz bir kəlmə deyim. Bəlkə dünyanın yeganə xalqı bizik ki, qiyamət sözünə çox müsbət mənada yanaşırıq. Məsələn, sahibin bir misrası var, gözəli təsvir edəndən sonra deyir ki, qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir. Ümumiyyətlə, gözəl bir üz göründür. Nə qiyamətdir bu? Yəni, gözəlliyin yüksək həddi kimi istifadə olunur. Psixologiyada belə bir termin də var. O termin bütün kritik situasiyalarda insanlara kömək eləyir. O termin belədir. İndi və burada. Əgər biz sabahımızdan qorxuruqsa, o bizi həyəcan içində yaşadırsa, gəlin indi və burada prinsipi ilə yaşayırıq. İndi yaşayırıq, dünya dağılmayıb, qiyamət günü hələ çatmayıb, bugünlə yaşayaq. Sabah nə olacaqsa, sabahki gün düşünərik. O Bəxtiyar Vahabzadə deyir, bir an sonra nə olacaq bil görüm. Biz onu bilmədiyimiz bir halda ona görə indi və burada prinsipi ilə yaşasaq, daha nikbin, daha realist olarıq. Yadıma düşən bir epizod hardasa oxumuşdum. Çapayev haqqında bir film vardı. Bir uşaq həmişə gəlirdi bu filmə baxmağa. Bunu görənlər maraqlanırlar ki, sən 10 dəfə bu filmə ard-arda gəlib baxdın. Niyə baxırsan? Deyir, filmdə sonunda Çapayev çaya girir yaralı vəziyyətdə. Sonra film qurtarır. Deyir, hər dəfə gəlirəm ki, görüm Çapayev çaydan çıxacaq, çıxmayacaq. O dövrün qəhrəmanı olaraq. Təqribən bunlara elə baxmaq lazımdır. Yəni, bu çox alidə olmadan, amma ümid eləmək lazım ki, o çaydan nə vaxtsa çıxacaq. Ona görə də bu həyatı öz demək, sistemin üzrə yaşamaq lazım və hər anı da, yaşadığın günü də hesab gününə hazırlıq kimi qiymətləndirib özünün fayda verməyin barədə cəmiyyətə düşünməlidir. Doğru yaşamaq. Təşəkkür edirəm sizin hər birinizə. Bu müzakirənin sonunda son söz demək, yekunlaşdırmaq doğrusu mənə çətin gəldi. Yeni ildə sizə xoşbəxtlik arzulayıram, səadət arzulayıram, gözəl günlər arzulayıram. Görüşənə qədər.